Salam, xoş gördük dostlar. Bugün 23 dekabr 2025-ci il bir qrup Azərbaycanlı siyasi mühacir Azərbaycan səfirliyinin önündə toplaşmışıq və Azərbaycanda baş verən ədalətsizliklərə görə öz etirazımızı bildiririk. Mən xatırladım ki, bax, arxada gördüyünüz o cavan oğlan bir neçə gün bundan öncə Azərbaycan hakimiyyəti tərəfindən türmədə qətlə yetirilib. Bu, Azərbaycan hakimiyyətinin, xüsusilə İlham Əliyevin Azərbaycan xalqına olan düşmənçiliyinin bariz nümunəsidir və Azərbaycanda olan Yezidi Kürt polislər də Azərbaycan prezidentinə, diktator İlham Əliyevə canla başla xidmət eləyərək o arxada gördüyünüz cavan oğlanı Heydər Əliyevin, mənfur Heydər Əliyevin doğum günündə onu qətlə yetirərək İlham Əliyevə hədiyyə etdilər. Bütün bu baş verənlər İlham Əliyevin Azərbaycan xalqı ilə olan düşmənçiliyini göstərir. İlham Əliyev və onun başçılıq elədiyi quldur dəstə Azərbaycanın bayrağı ilə düşmənçilik eləyir. Azərbaycan xalqı ilə düşmənçilik eləyir. Biz bütün bu məsələləri açıqlayırıq, izah eləyirik, xalqa çatdırırıq. Ona görə də bu qardaşlar və bizimlə bərabər olan bir neçə başqa insanlar da bu əməllərinə görə, bu hərəkətlərinə görə Azərbaycandan didərgin düşüblər, müxtəlif ölkələrə sığınıblar